Bu, Azərbaycan Premyer Liqasının ən gərgin derbilərindən biri olan Qarabağ və Sabah maçının pərdəarxası məqamlarına dair qısa xülasemizdir. Təsəvvür edin, Sabah klubu 3-0 öndədir, amma yekunda 3-3lük heç-heçəyə razılaşır və biz bugün məhz hücumçu Joyce Mikkelson bu dramatik maçdan sonraki müsahibəsini incələyib, çempionluq yarışındakı son vəziyyətə nəzər salacaq. Birincisi, gəlin oyunun gedişatına və şəxsi uğura baxaq. Bilirsiniz, Sabah ilk 70 dəqiqə ərzində oyuna tam nəzarət edib hesabı 3-0-a çatdırmışdı. Özü də Joyce Mikkels 61-ci dəqiqədə vurduğu qolla aktivindəki top sayını ona çatdırıb liqanın yeganə bombardirinə, yəni ən çox qol vuran oyunçusuna çevrildi. İkincisi, bu cür xal itkisinə rəğmən sarsılmaz çempionluq inamından danışaq. Mikkels qeyd edir ki, hesabın bərabərləşməsində Qarabağın Çempionlar Liqası təcrübəsi sözünü dedi. O vurğulayır ki, buraxılan ilk qol adi bir rikoşetdən, yəni topun istiqamətini dəyişməsindən, ikinci qol isə Kevin Medina'nın şanslı zərbəsindən qaynaqlandı. Amma bilirsiniz nə maraqlıdır? Bu məyus edici heç-heçəyə baxmayaraq, Sabah turnir cədvəlində hələ də liderdir və Mikkels qarşıdakı 10-11 oyunda mütləq çempion olacaqlarına 100% inanır. Nəhayət, gəldik çıxdıq hakim qərarlarına verilən o ehtiyatlı reaksiyaya. Baş hakim Tural Qurbanovun idarəçiliyi barədə sual veriləndə Mikkels olduqca ehtiyatlı davranıb. O, cəzalanmaq istəmədiyini açıq deyərək bildirib ki, hakim bəlkə də əlindən gələni etdi, sadəcə bu miqyasda nəhəng bir derbi onun üçün biraz ağır oldu. Görünür, 3 qolluq fərqin belə qələbəyə tam zəmanət vermədiyi bu gərgin derbi bizə bir daha sübut edir ki, çempionatda qızıl medallar uğrunda mübarizə son saniyəyə qədər amansız olacaq.